tayfamız, nəslimiz sizi sevir. Afət xanıma mən quzu kəsim, inanınmı, inanınmı? Bəzən yaşam koça gedirlər, amma bizim yaşam koçumuz bizə gəlir. Gedim görürüm, mənim çox ehtiyacım var, hə? Emil? Mən də yaşam koçu olaraq, mən də Rəqsanə xanım hər vaxt sənin yanında olacağam. Hər işində sənin yanında olacağam. Rəqsanə xanım, deyirəm də, imzamı da atıram. 2026-cı ildə sənin qabağa heç kim durmayacaq. Bunu deyirəm, bax belə qolda çəkirəm. Bəli. Bax, bunu mən demirəm, ha. Bunu yaşam koçu Afət xanım deyir. 2026-cı ildə Rəqsanə xanımı böyük səhnələr gözləyir, böyük konsertlər gözləyir. Siz o qədər gözəl xanımsınız. Siz deyirəm ki, dostu, düşmanı da özünüzə gözəl bilirsiniz, yaxınlaşırsınız. Ona ürək açırsınız, ona qapı açırsınız, ona ev açırsınız. Həyatımda doğru anda qarşıma çıxan, düşüncələrimi aydınlaşdıran insansan Afət xanım. Səbrin, anlayışın, peşəkarlığın üçün sənə çox minnətdaram əzizim. Çox sağ olun. Mənim bu dəyişimimin bir parçası olduğum üçün sizə çoxlu təşəkkür edirəm. Çox sağ olun, sizə də təşəkkür edirəm gözəl. Ona görə də mənim əzizlərim, mənim Instagram hesabımda Afət xanımın Instagramını görəcəksiniz. Əlaqə nömrələri orada qeyd edilibdir. İnanın ki, gedin, sonra nəticəsi mənə direktdə yazar. Suallarıma cavab verən nadir insanlardansan. Buna görə də mən Rəqsanə çox şanslıyam. Bu rüyadan oyanım mı? Gəlmədi yarımdanım mı? Afət xanıma mən quzu kəsim, inanın mı?